Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi möhtəşəm görüntüsü olan, möhtəşəm dadı olan, asan və tez başa gələn çox dadlı sobada göbələk bişirməsini hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Göbələkləri təmiz-təmiz yumuşam və qabığını bu formada təmizləyirəm. Əgər sizdə göbələyin qabığı soyulmursa, bunu soymaya da bilərsiniz. Çünki elə göbələklər var ki, qabığı soyulmur, bərk olur. Məndə rahat soyuldu deyə mən bunları soydum. Yəni bunun fərqi yoxdur. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Gördüyünüz kimi qabıqları rahat şəkildə soydum və keçirik ərzaqlarımıza. Bizə nə lazımdır? 2 baş soğan götürmüşəm, 2 ədəd biber, biri qırmızı, biri yaşıl, toyuq filesi, Holland pendiri. Nə edirəm? İlk öncə göbələklərin içərisinə duzu səpib, bunu sobada biraz bişirirəm. Səhifəmdə bir neçə növdə göbələk yeməklərinin hazırlanmasını paylaşmışam. Bu formada da paylaşmışam, amma o mal əti ilə idi. Bu dəfə isə toyuq filesi ilə hazırlayacağam. Dediyim kimi göbələyin kötük hissələrini də xırda-xırda doğrayıram. Bunu da yaxşı bişirib göbələyimizin içərisinə əlavə edəcəm. Bunları xırda-xırda doğradım və bunları qovururam. Onlar orada qovrulana qədər 2 baş soğanımızı da xırda-xırda doğrayıram. Siz istəsəz soğanla əti maşından da keçirdə bilərsiniz. Mən bunları keçirmədim, əllə doğradım. Soğanlarımızı da xırdalayıram. Artıq göbələklərimiz bişir, hazırdır. Bunları bir ayrı qaba çəkirəm. Göbələklərimiz də gördüyünüz kimi bişib, içərisinə suyları yığılıb, sularını süzürəm. Çünki sulu qalmasın deyə bunların suyunu süzürəm. Filemizi də burada xırda-xırda doğrayıram. Fileləri doğrayandan sonra çapacaqla bu formada biraz xırdalayıram. Və filemizi də qovururam. Filemizi biraz qovurdum, soğanı da əlavə etdim üzərinə. Biraz da soğanla qovururam. Siz istəsəz soğanı bir ədəd də əlavə edə bilərsiniz. Burada biberlərimizi də doğrayıram. Bütöv şəkildə lazım deyil, mənə biraz yarısı lazımdır. Çünki bunu rəng olaraq əlavə edirəm ki, içərisi rəngbərəng görünsün. Həm də biraz tam qatdısa bəs edir. Bunları da gördüyünüz kimi xırda kubik şəkildə doğrayıram.
Dediyim kimi yaşıl bibərin də, qırmızı bibərin də yarısını əlavə edəcəm. Və burada soğanla ət qovrulub, üzərinə göbələyi əlavə etdim və bibəri də əlavə edirəm. Duzlu istiyotunu da əlavə edib bunu yaxşı-yaxşı qovururam. Gördüyünüz kimi görünüşü də möhtəşəmdir, rəngarəngdir. Artıq içliyimiz də pişdi. Bunları göbələyin içərisinə doldururam. İnanın ki, çox dadlı, ləzzətli bir yemək alındı. Bunu hər kəs edə bilər. Eyni qayda ilə hamısının içərisini içliyimizlə doldururam. Artıq gördüyünüz kimi hamısı dolub. Bunu sobada bir 15 dəqiqədə bu formada bişirirəm. Burada Holland pendirim var. Bunu rəndədən keçirdirəm. Artıq gördüyünüz kimi göbələklərimiz bişib. Holland pendirini də bu formada üzərinə əlavə edirəm. Beş dəqiqədə bunu bu formada sobada bişirirəm. Holland pendiri ərisin deyə. Bu da bizim möhtəşəm dadı olan, möhtəşəm görüntüsü olan göbələk yeməyimiz hazır oldu dəyərli izləyicilərimiz. İndi də nə edirəm? Həmişəki kimi sevirəm yeməklərim daha gözəl görünsün, dekor verirəm. Kahını gül formasında edib aralarına düzəcəm, daha gözəl görünsün deyə. Gördüyünüz kimi möhtəşəm görüntüsü oldu. Adam yeməyə belə qıymır, hey üzünə baxmaq istəyir. Və biraz da daha gözəl görünsün deyə nar əlavə edirəm üzərinə. Gördüyünüz kimi möhtəşəm görüntüsü olan, möhtəşəm dadı olan göbələk yeməyimiz hazır oldu dəyərli izləyicilərimiz. Bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allah'a əmanət olun. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın.